Şahin mən baxdı, dedi ki, araşdırılsın, mənə məruzə edilsin. Çox güman ki, Şahin müəllimə məruzə olunmu? Çox güman, mən belə başa düşdüm ki, Şahin müəllimə indiyənə ki, məruzə olunmamış. Demək, sizin son Dövlət Gömrük Komitəsinə daxil olandan sonra göstəriş verildi ki, malımız açılsın və sayılsın. Bəli. Bu zaman sizə demək, ambarlarda işıqları söndürərək malınızın sahibmasına... Bəli, işıqlar sönmüşdü, Şahin müəllim inanmırdı ona. Şahin müəllim dedi, ola bilməz. Mən dedim, Şahin müəllim, sübut var buna. Dedi, araşdırılacaq. Yaradıldı. Bəli. Və bu suni maneələrin yaradılmasında əsas məqsəd sizin brokerlərə tərəf sürüklənmənizdə deyilmi? Ki, siz artıq sərbəst iş adamı kimi deyil, brokerlərdən asılı bir figura çevriləsiniz. Yəni, o Elmir Ramazanovun arzusudur ki, biz sahibkarlar, bəli, sahibkarlar, ümumiyyətlə, mən özünüz bilirsiniz də, dəfələrlə çıxış eləmişəm, cənab prezident, buradan bir daha çıxış edirəm və müraciət edirəm. Elmir Ramazanova yazılı surətdə də göstərmişəm, efir vasitəsilə müraciət eləmişəm. Orada kargolar var, o kargonun işçiləri var. Elə biri var, Emin Mirzəyev deyilən biri. Qardaş, nə sənədi var, nə şəxsiyyət vəsiqəsi yoxdur, onu bəlkə də soruşsan da. Oradan da şəxsiyyət vəsiqəsi yoxdur, onu sorğu da keçib bəlkə də. Bilinmir kimdir, nəçidir. Sahibkar deyil, işçisi yox, vergi ödəmir, bir şey eləmir. Amma gəl Elmir Ramazanov bu günləri ona daha çox böyük məhəbbət bəxş edir ki, biz sahibkarlara. Yəni, o bu günləri, keçən dəfə mən dedim, həftənin birinci günü, keçən həftənin birinci günü kargo var. Mən onlara bildirdim. Nətər oldu ki, 23 dənə onun konteyneri çıxdı çölə. Bu məhəbbət hardan qaynaqlanır? Aydın məsələdir. Yəqin ki, hansısa nəsə bir xeyirli bir məsələ var ki, məsəl üçün, bu günləri Kamran müəllim Mədatov məndən küsüb. Məni qəbul eləmir. Əcəb eləyir, yaxşı eləyir. Amma həmin o Emini qəbul eləyir. Özü ki, necə? Bəli, aşağıdan qəbul var. Mən keçən dəfə dedim, Emir Ramazanov jurnalistləri gətirmişdi, açıq qapı elan eləmişdi və cənab prezidentə göstərirdi ki, mən burada şəffaf qəbul yaratmışam, nətər olur, mən gedirəm sahibkar kimi dayanıram, mənim kimi digər sahibkarlar var. Sözünü demək istəyənlər var, lakin Kamran Mədətov heç qəbul eləmir, amma həmin Eminə çıxırsan çöldə, danışırsan, göstərirsən, Emin girir sənə problemi həll edir, çıxır. Bəli, bu şeylərin qarşısı alınmalıdır. Bu şeylərin qarşısı alınandan sonra çox güman ki, yəni şəffaflıq ortaya çıxacaqdır. Bizim də bu gün işləməyimizin, yəni cənab prezident deyir ki, vergini ödəmək lazımdır. Vergisini ödə, səndən artıq heç kim pul istəməməlidir. Şahin müəllim bu gün məndən soruşdu, cənab prezident. Şahin müəllim məndən soruşdu ki, səndən kimsə artıq pul istəyir, rüşvət istəyir. Mən bildirdim ki, xeyr, məndən heç kim istəmir. Ümumiyyət istəyə də bilməz də. Yəni İstəməyin qaydası necə olur ki, yəni sizin bu qədər süründürməciliyə salaraq malınızı günlərlə saxlayırlar, halbuki 3 gündən artıq mal orada qalmamalıdır və bunu ambarlarda açıb yerə tökürlər və dəyərindən qat-qat misli artığına dövlət büdcəsinə ödə deyirlər. Bu istəmək necə olur ki artıq? Elə mən onu gətirdim, bəyaları çıxışında da dedim ki, digər subyektlərlə həmin problemlər yaranır, lakin həmin problem dərhal çözülür, yerində qoyulur. Burada isə Elmir Ramazanovun idarə etdiyi ərazidə, orada məsələn ambarda 2 nəfər var. Orada ambarda 2 nəfər var, həmişə danışıram. Aqil, İbadov və Nurlan. Kamil hesabından çıxır. Onlar qanunvericilikdə zid göstərilən, məsəl üçün 18-ci maddədə göstərilib ki, sən xarici saytlara müraciət edə bilməzsən, xarici saytlardan hansı qiyməti götürüb tətbiq edə bilməzsən, istinad edə bilməzsən. Bəli, amma bu günləri onlar onu qanuna çevirib insanlara qarşı. Bizim daxili bazara niyə bunlar istinad eləmirlər ki, bu bazarda suni qiymətlərin qaldırılması, məsələn, Bakı Baş Gömrük İdarəsinin apardığı bu qondarma siyasətdən asılı deyilmi? Bilirsiniz, Baş Gömrük İdarəsi ümumiyyətlə qanunvericilikdə 6 üsul var. Bax, siz dediyinizdir, 6 üsul. Həmin 6 üsulda göstərilibdir ki, yəni ardıcıl baxılmalıdır. Müqavilə dəyəri baxılmalıdır, eyniləşdirməlidir. Bunlar isə əl atırlar 6-cı üsula. Niyə 6-cı üsula anlatır? Bəli, sonuncu üsul, hətta ona öz əl atıb düzgün tətbiq eləmir. Orada göstərir ki, sən xarici saytları yenə də istinad edə bilməzsən, istinad edir, onu qanun kimi tətbiq edirlər. Orada istinad edir ki, sən ən aşağı alternativ dəyərlərdən ikisindən birini ən aşağı qiyməti götürməz, yüksək götürməz. Sizin malınızı qiymətləndirən xanımın adı necə idi? Nərgiz idi. Nərgiz xanım. Nərgiz xanımla bağlı Şahin Bağırov nə ifadə etdi? Ona çatmadıq da, Nərgiz xanıma gəlib çatmadıq. O qiymətləndirilməz, bacarmadığı üçün işdə saxlanılacaq. Mən bildirdim ki, Şahin müəllim, Nərgiz xanım ümumiyyətlə neçə dəfədir, yəni o günlərdə dediklər, deyir ki, mən qiymətləndirə bilməm sənin malını. Yaxşı, sən bunu qiymətləndirə bilmirsən, o da sən niyə orada oturmursan? Niyə büdcədən qrantını qiymətləndirə? Yəni, bəs mən dedim, maraqlısı odur ki, bir dənə mənim malıma görə 4 dənə inspektorla görüşmüşəm, nəticə yoxdur.
Hələ bir 4-ünlə də sonra görüşmüşəm, yenə də nəticə yox. 25 mala görə millət bir nəfərlə görüşürsünüz ki, gəlməyimin məqsədi nədir? Gəlməyimin məqsədi... Niyə məhz bura? Bəli, məhz bura ki, Şahin müəllim deyim ki, Şahin müəllim, 8 nəfər keçmişəm. Axı siz deyirsiniz ki, təməs olmamalıdır. Axı siz həmişə vurğuluyursınuz ki, sistem işləyir, ara sistem. Mən sual vermişəm, buradan da sual verirəm. Mən sual verdim ki, ara sistemi mənim şirkətimi riskə qəbul edib. Okey, riskə qəbul edib. Həmin indikator dərəcəsi var. Qanunvericidə göstərir, riskin indikator dərəcəsi var. Onun riskin indikator dərəcəsini bildirirəm ki, xahiş edirəm, mənə göstərin, lakin bunlar deyirlər ki, xeyr, biz yoxdur, bilmirik. Deyir, sistemin içindədir o. Deyir, o sistemin içindədir. Qardaş, sistemin içindədirsə, onda zəhmət olmasa sən onu mənə göstər. Sistemdən çıxarış verə bilmirlər. Verə bilmirlər də. Sonra da deyirlər ki, sistem işləyir. Yəni, belə deyək də, bu günləri bilirsiniz necə, cənab prezident bu arada dedi ki, düzgün kadrlar yetişdirilib qoyulmalıdır. Bu günləri bir daha sübutu gedir, Şahin müəllim də bu günləri dediyinə görə mən başa düşdüm ki, kadr islahatında dəyişikliklər olmalıdır. Şəffaf, düzgün işləyən kadrlar lazımdır. Yenidən yəni gömrükdə islahatlar gözlənir də Şahin müəllimin dediyindən belə çıxır. O tam deyə bilmərəm, yalan deyərəm orasını, amma yəni ki, vurğuladı ki, elə şeylər var ki, mən onlara nəzarət edə bilmirəm. Onlardan biri də Elmir Ramazanovdur, mən belə başa düşdüm. Yəni, arxalı şəxs. Ola bilər digər bir tərəfdən Elmir Ramazanovu dəstəkləyənlər var, onun üçün mən bilmirəm bu işə. Sizcə bu... Ola bilərmi ki, bu dəfə, növbəti dəfə indi yəqin ki, sabahki görüş, həll edici bir görüş olsun sizin üçün. Əgər ola bilər ki, həmin görüşün nəticəsi olmasa belə, daha hansı addımı atmağı düşünürsünüz? Məhkəmə predmeti ola bilər mi? Məhkəmə var, deyirəm də, 4 dənə iş məhkəmədədir. Yox, bundan sonraki addımda yenə məhkəmə predmeti olar. Hal-hazırda bilirsiniz prosedur nədədir? Prosedur ondan ibarət ki, mənim malım açılıb, yoxlanılıb. Mallarda akt var. Həmin aktı mən sizin göstərirəm, qıraqdadır sənədlər. Həmin aktın üstündə yazılıb ki, hüquq pozmalar aşkar olunmamışdır. Mən Şahin müəllim onu göstərirəm. Eyni vaxtda göstərilir ki, məsəl üçün açarlar gəlməyibdir, yoxdur. 1 ton 308-də açar gəlməyibdir. Çin səhv qoyubdur, qardaşım. Значит, necə ki, qoymayıb, səhv qoyubdur, eləcə də birini nəyisə, məsəl üçün, rozetkaların artıq qoyulma ehtimalı var. Və bu əvəzləşdirmə verir. Niyə görə? Axı mən bu günləri dəyərlə bağlı heç bir yəni, qanun pozuntusu eləməmişəm. Dəyər yerindədir. Çəki ilə ölçülübdür. İndi ədəd sayı ola bilər orada az olsun, çox olsun. Amma çəki yerindədir. Mənim çəkilərimdə və yaxud da ki, ola bilər ki, böyük, elə bir çəki ola bilər ki, həmin çəkinin statistik dəyəri 5 dollardır. Onu götürürsən, atırsan az olan çəkinin üstünə, məsələn 2 dollar çəkisinin olanda və göstərirsən, bəyan edirsən. Elə bir şey yoxdur. Hətta cənab prezident bu barədə danışır ki, düzgün bəyan etməlidirlər. Bəli, düzgün bəyan etmək, biz bəyan etmişik, çəki ilə bir problemimiz yoxdur. Lakin indi ədəd sayını ola bilər, amma həmin ədəd sayında axı bir mahiyyəti yoxdur bunun burada. Yəni hüquq pozma deyil. Mən çəki ilə ödədiyim ekvivalenti yerində ödəmişəm və heç bir qanun pozuntusu yaratmamışam. Elmir Ramazanovun bu son dövrdə sizə qarşı atdığı addımlar və sizin timsalınızda digər sahibkarlara qarşı etdiyi əməllər birbaşa Şahin Bağırovun kreslosunu tərpətmək deyilmi? Elmir Ramazanov. Elmir Ramazanovun atdığı addımlardan. Bilirsiniz, insan ürəyində istək ola bilər, arzusu ola bilər, niyyəti ola bilər. İnşallah deməlidir. Alınlar, Yox, indi bu komitə sədrinin verdiyi tapşırıqları icra etməmək, süni maneələr yaratmaq, sahibkarı incitmək, prezidentin dəstək verdiyi şəxsləri süründürməçiliyə salmaq birbaşa Dövlət Gömrük Komitəsinin rəhbər olaraq vəzifəsini icra edə bilməməsinə gətirib çıxardır. Və bu da Şahin Bağırovun kreslosunun tərpənməsi demək. Artıq vəzifəsindən vidalaşma mərasimi keçirilir demək olar ki. Elmir Ramazanovun təşkilatçılığı idi. Ola bilər Elmir Ramazanov istəyi var, ola bilər Elmir Ramazanov bu günləri apardığı bu, belə deyək də, oyunlar, mən elə adlandıracağım onu, oyunlar. Maraqlısı odur ki, əgər məndən diqqət edin. Oyun varsa demək burada kimsə qurban gedəcək də, bu oyunun nəticəsi sonu budur da. Siz necə düşünürsünüz? Sizə qarşı və sizin timsalınızda bir neçə şəxsə qarşı bu şeylər olmasın? Şahin müəllim cənab prezidentin təyin etdiyi bir insandır. Nəticəsi nə olur? Mən olur? deyim, Şahin müəllim cənab prezidentin təyin etdiyi bir insandır. Şahin müəllim həqiqətən o bu arada, məsəl üçün, çox deyirəm, savadlı kadrdır. Şahin müəllim həqiqətən əziyyəti var. Çünki Şahin müəllim özəldən gömrük komitəsində işləyibdir, gömrük sistemində işləyibdir. Şahin müəllimin anlayışı daha çoxdur. Məsəl üçün, mən bu günləri həqiqətən adam Allahımla deyər, şahidi oldum ki, insanla danışıram, 3 cümlədə o insan məni başa düşdü.
və həmin dəqiqə dərhal tapşırıq verdi ki, yoxlama təyin olsun 3 qrupdan ibarət. Həmin qruplar gəlsin sabahları onları aşkar eləsin. Mənə də dedi ki, əgər Ramil düz olsa, elə mən orada cavab verdim ki, Şahin mənim, mən düz olmasam nə istəyirsən eləyəcəyik. Hansı rüsum, həmin rüsumları 5-ə vurub ödəyəcəm. Amma mən düz olsam, mən qanunvericilikdə isbat elədiyim, sübut elədiyim bu günlər faktorları ortaya çıxarıb qoyuramsa, xahiş edirəm onda onları dinləyib, onlar üzrə yəni hansısa bir tədbir görülməlidir və yaxud da ki, həmin mənə süründürməçilik yaradan şəxsin. Eyni zamanda Elmir Ramazanov siz necə, ola bilər bəlkə də gələcəyin generalıdır, ola bilər bəlkə də gələcəyin naziridir. Amma belə gedişlə yox, saxta sənədlərlə üstümə gəlməklə yox, yəni saxta qanunvericilikdə zid hərəkətlərlə yox, cənab prezidentin yürütdüyü siyasətə qara kölgə salmaqla yox. Yəni siz deyirsiniz belə, amma mən onu görmürəm. Şahin Bağırov daha məqsədə uyğundur. Mən elə görürüm, bir sahibkar kimi. Mən görürəm. Necə yəni bu günləri biz fakt burada durmuşuq, Şahin Bağırov məni burada qəbul edib. Cənab prezident göstərişini yerinə yetiribdir. Amma Elmir Ramazanov cənab prezidentin dediyi bütün göstərişləri zidd edir. Bunun faktoru var. Elmir Ramazanovun qaynəni bir cinayət içində adı hallanırdı və barəsində cinayət işi qaldırılmışdı. Eşitmişdim elə bir şey. O şəxsin gömrük idarəsində işə qəbulu ilə bağlı nə deyə bilərsiniz? Bunu mən eşitmişdim. Mediadan. Görmüsünüz o adamı şəxsən gömrük idarəsində hər hansı bir? Yox. Növbəti addımlarınız nə olacaq Növbəti Ramil bəy? addımlar sabahları yəni ki, təyin olunan yoxlama gələcək və mən isbat edəcəm. Mən burada bu günləri Sabah, çıxışımla, ayın 18-i. bəli, sabahları saat 10-un yarısında isbat edəcəm, göstərəcəm. Yəni də Beyləqanda, Çox güman ki, burada. yox, Beyləqanda yox, orada Bakıda? Baş Gömrük İdarəsində. Və orada aşkar olunacaqdır. Heç bir necə deyək, elə bir məmur yoxdur ki, o nədənsə qorunsun və kimsə onun arxasında dursun. Heç bir sahibkar da yoxdur. Prezidentimizin dediyi kimi Bəli. əvəz edilməz kadr yoxdur. Bəli, əvəz edilməz kadr da yoxdur. Amma sadəcə yenə də kadr islahatı bu günləri həmin Bakı Baş Gömrük İdarəsində mən düşünürəm ki, kadr islahatı düzgün aparılmır. Ramil bəy, sizi bu günləri Beyləqan rayonunda qəbul edən Bakı Dövlət Komitəsinin Dövlət Gömrük rəhbəri Komitəsinin sədri. Şahin Bağırova təşəkkür edirik. Təşəkkür edirəm, bəli. Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Elnur Ramazanova, Elmir. Elmir Ramazanovdan xahiş edir ki, heç bir sahibkarı incitməsin. Nə Beyləqan rayonuna, nə başqa bir rayona göndərsin. İşə ciddiyəm. Bəli. O Təşəkkür həqiqətən edirəm. öz funksiyasını yerinə yetirə bilsəydi, həqiqətən o insan öz vəzifəsindən istifadə edib sahibkara təzyiq etməsəydi, dövlətin verdiyi resurslardan istifadə edib sahibkara təzyiq etməsəydi, sahibkar da buralara gəlməzdi. Amma gəlmişik, xoş gəlmişik. Şahin müəllimlə görüşdük. Təmiz havadan biraz udduq, yəni ki, problem yoxdur. Davam eləyəcəyik də, görək, yəni Elmir Ramazanov öz oyunlarını eləsin, biz də ifşa eləyək. Bizim Təşəkkür edirik, çox sağ olun. Sağ olun. Şahin müəllim deyim ki, Şahin müəllim, 8 nəfər keçmişəm. Axı siz deyirsiniz ki, təməs olmamalıdır. Axı siz həmişə vurğuluyursınuz ki, sistem işləyir, ara sistem. Mən sual vermişəm, buradan da sual verirəm. Mən sual verdim ki, ara sistemi mənim şirkətimi riskə qəbul edib. Okey, riskə qəbul edib. Həmin indikator dərəcəsi var. Qanunvericilikdə göstərir, riskin indikator dərəcəsi var. Onun riskin indikator dərəcəsini bildirirəm ki, xahiş edirəm, mənə göstərin, lakin bunlar deyirlər ki, xeyr, biz yoxdur, bilmirik. Deyir, sistemin içindədir o. Deyir, o sistemin içindədir. Qardaş, sistemin içindədirsə, onda zəhmət olmasa sən onu mənə göstər. Sistemdən çıxarış verə bilmirlər. Verə bilmirlər də. Sonra da deyirlər ki, sistem işləyir. Yəni, belə deyək də, bu günləri bilirsiniz necə, cənab prezident bu arada dedi ki, düzgün kadrlar yetişdirilib qoyulmalıdır. Bu günləri bir daha sübutu gedir, Şahin müəllim də bu günləri dediyinə görə mən başa düşdüm ki, kadr islahatında dəyişikliklər olmalıdır. Şəffaf, düzgün işləyən kadr lazımdır. Yenidən yəni gömrükdə islahatlar gözlənir də Şahin müəllimin dediyindən belə çıxır. O tam deyə bilmərəm. Başa düşdüm ki, kadr islahatında dəyişikliklər olmalıdır. Şəffaf, düzgün işləyən kadr lazımdır. Yenidən yəni gömrükdə islahatlar gözlənir də Şahin müəllimin dediyindən belə çıxır. O tam deyə bilmərəm, yalan deyərəm orasını, amma yəni ki, vurğuladı ki, elə şeylər var ki, mən onlara nəzarət edə bilmirəm. Onlardan biri də Elmir Ramazanovdur, mən belə başa düşdüm. Yəni, Arxalı şəxs. ola bilər digər bir tərəfdən Elmir Ramazanovu dəstəkləyənlər var, onun üçün mən bilmirəm bu işə. Sizcə Ramil bu bəy, ola bilərmi ki, bu dəfə, növbəti dəfə indi yəqin ki, sabahki görüş, həlledici bir görüş olsun sizin üçün. Əgər ola bilər ki, həmin görüşün nəticəsi olmasa belə, daha hansı addımı atmağı düşünürsünüz?
Məhkəmə predmeti ola bilər mi? Məhkəmə var, deyirəm də 4 dənə iş məhkəmədədir. Yox, bundan sonraki addımda yenə də məhkəmə predmeti olar. Hal-hazırda bilirsiniz prosedur nədədir? Prosedur ondan ibarətdir ki, mənim malım açılıb yoxlanılıb. Mallarda akt var. Həmin aktı mən sizə göstərərəm, qıraqlıdır sənədlər. Həmin aktın üstündə yazılıb ki, hüquq pozmalar aşkar olunmamışdır. Mən Şahin müəllimə onu göstərirəm. Eyni vaxtda göstərilir ki, məsəl üçün açarlar gəlməyibdir, yoxdur. 1 ton 308-də açar gəlməyibdir. Çin səhv qoyubdur, qardaşım. Значит, necə ki, qoymayıb, səhv qoyubdur, eləcə də birini nəyisə, məsəl üçün, rozetkaların artıq qoyulma ehtimalı var. Və bu əvəzləşdirmə verir. Niyə görə? Axı mən bu günləri dəyərlə bağlı heç bir yəni qanun pozuntusu eləməmişəm. Dəyər yerindədir. Çəki ilə ölçülübdür. İndi ədəd sayı ola bilər orada az olsun, çox olsun, amma çəki yerindədir. Mənim çəkilərimdə və yaxud da ki ola bilər ki, böyük elə bir çəki ola bilər ki, həmin çəkinin statistik dəyəri 5 dollardır. Onu götürürsən, atırsan az olan çəkinin üstünə, məsələn 2 dollar çəkisinin olanda və göstərirsən, bəyan edirsən. Elə bir şey yoxdur. Hətta cənab prezident bu barədə danışıb ki, düzgün bəyan etməlidirlər. Bəli, düzgün bəyan etmək, biz bəyan etmişik, çəki ilə bir problemimiz yoxdur. Lakin indi ədəd sayını ola bilər, amma həmin ədəd sayında axı bir mahiyyəti yoxdur bunun burada. Yəni hüquq pozma deyil. Mən çəki ilə ödədiyim ekvivalenti yerində ödəmişəm və heç bir